Birləşmiş Millətlər Təşkilatının tərəfdaşı olan İnsan Hüquqlarının Müdafiəsi Komissarlığının general-leytenantı Firdovsi Ələkbərovun ideyası və təşəbbüsü ilə Turan Dünyası adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabda Türk dünyasının ortaq tarixi, mədəni irsi, milli mənəvi dəyərləri, Türk xalqlarının ortaq kökləri, dil birliyi və geosiyasi əməkdaşlıq imkanları geniş şəkildə təhlil edilib. Tədbirdə Ukrayna Respublikası Səfirliyinin Azərbaycandakı nümayəndəsi Emir Rüstəmov, Türkmənistan Azərbaycandakı səfirliyinin nümayəndəsi Sultan Akilov, daha sonra Turan Elmlər Akademiyasının vitse-prezidenti Professor Sabir Tağıyev, Dədə Qorqud Fondunun prezidenti Eldar İsmailov, Adəm Xeyriyyətçilər Assosiasiyasının prezidenti Nicat Əskərov, Turan Musiqi Qrupunun Bakıdakı nümayəndəliyinin rəhbəri Bəstəkar Nizami Əskərov, Turan Musiqi Qrupunun təsisçisi direktor Elşad Ələkbərov və digər ictimai siyasi xadimlər, elm və mədəniyyət adamları, tarixçilər çıxış edərək Türk Dünyası kitabının Türk dünyasının ortaq gələcəyi naminə atılan növbəti addım kimi qiymətləndirilib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra media nümayəndələrinə kitab barədə məlumat verilib. Tədbirin sonunda xatirə fotosu çəkilib. Turan Dünyasının kitabının yazılmasının əsas məqsədi, amili Türk dövlətlərinin birliyinin yaradılması üçün atılan addımlardan biridir. İnanıram ki, bu kitabın davamlı olacaq. Gələcəkdə bir neçə belə kitabların çapının ərsəyə gətirilməsini qarşımıza qoymuşuq. Bizim bu zəhmətimizin Turan Dünyasının qurulması üçün nə qədər dəyərli olacağını zaman göstərəcək. Çox istəyərdim ki, Türk Dünyası deyilən Turan Dünyası, Turan dövləti qurulsun, Türk dövlətlərinin birliyi olsun və bizim gələcəkdəki nəsillərimiz daha indikindən də gözəl yaşasınlar. Bunu arzulayıram gələcək xalqımıza. Biz bugünkü günü ən möhtəbər bir gündür. Çox belə gözəl gündəyik ki, şad oldum ki, belə bir dəvət almışam bu gözəl tədbirə də. Allah Firdovsi müəllimin canını sağ eləsin ki, belə bir gözəl bir tədbirlər hazırlayır. Biz də Turan Musiqi Qrupu olaraq biz Türk Dövlətləri Təşkilatına inteqrasiya edirik. Yəni bizim məqsədimiz, amalımız ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatında, Turan Dövlətləri Təşkilatında biz mədəniyyət üzrə, musiqi sahəsi üzrə biz orada gedək, məsəl üçün Xankəndində necə konsert verdik, məsəl üçün biz Turan dövlətlərində də elə gedək konsertlərimizi verək, mədəniyyət tədbirlərimizi verək və mədəniyyətimizin inkişafını Turan Türk Dövlətləri Təşkilatında inkişaf elətdirmək və orada tanıtmaq və orada biz Azərbaycan Respublikasının mədəniyyətini, mənəviyyətini, mədəniyyətini, incəsənətini hər bir sahədə tanıtmaqdır. Məqsədimiz ondan ibarətdir ki, musiqi üzrə, mədəniyyət üzrə, yəni bizim gözəl ansambllarımız var, bizim gözəl davul zurna qruplarımız var, bizim gözəl saksofon qruplarımız var, rəqs qruplarımız var. Hal-hazırda müstəsna xidmətlərimiz də çoxdur. Yəni biz Gəncə Regional Mədəniyyət İdarəsindən həm birlikdə çalışırıq və bütün dövlət tədbirlərində müstəsna xidmətlərimiz kifayət qədərdir. Səadət Qafari, Rəsul İsayev, Səs TV xəbər. Eşq olsun.